Hər birinizi salamlayıram uşaqlar. Deməli, bu günləri sizlərə Ellər Akademinin buraxılış sınağı 2 imtahanının suallarını izah edəcəm. Deməli, bu gün ayın 2 noyabrdır. 2 noyabr 2025-ci il. Deməli, Ellər Akademi buraxılış sınaq 2. Sualların izahına baxacaq. Çox gözəl suallardır, buraxılış səviyyəsində suallardır. PDF əldə eləmək istəyənlər Telegrama qoşulsunlar. Telegramda paylaşmışıq. Bir də uşaqlar, onlayn dərslərə qoşulmaq istəyənlər bu nömrəyə yazsınlar. Yox, sınaq istəyirsinizsə, sınaqlar qrupu. Sınaqlar qrupunu istəyənlərsə 077 132 1003 bu nömrəyə yazsınlar. Demək olar ki, orada saysız hesabsız çox gözəl sınaqlar işlənir, çox aşağı qiymətə. Yazıb qoşula bilərsiniz. İndi keçək sualların izahı. Deməli, uşaqlar, bax bu sualdan başlayaq. Sual belədir. A üstü 7, B üstü 6, böyük 0. A üstü 4, B-nin kubu kiçik 0 və A, B, C-nin kubu kiçik 0. Biz bilirik ki, cüt dərəcə hər zaman müsbətdir. Deməli, B üstü 6 hər zaman müsbətdir, yəni cüt dərəcə. Müsbəti nəyə vuranda cavab 0-dan böyük olur? Müsbəti müsbətə vuranda. Deməli, A müsbətdir. A müsbətdir, A üstü 4. Yenə cüt dərəcədə müsbətdir. Müsbəti nəyə vuranda cavab mənfi olur? Müsbəti mənfiyə vuranda. B mənfidir. A müsbət, B mənfidirsə, bunu nəyə vuranda cavab 0-dan kiçik olur? Müsbətə vuranda. Çünki ortada bir dənə onsuz da mənfi var. Mənfini müsbətə vuranda. Onda deməli, C nə oldu? Müsbət. Oldu müsbət, mənfi, müsbət. A variantı. Keçək ikinci suala. İkinci sual kvadrat köklərə aid olan çox gözəl bir sualdır. Gəlin, baxaq bunun həllinə. Uşaqlar, deməli, standartımız budur ki, cüt dərəcədən kökün altından nə çıxır? Modul çıxır. Buradan da modul çıxardıram. Dərəcə cütdür deyənə modul çıxır. Buradan da modul çıxardıram. 4x minus y. İndi uşaqlar, x da mənfidir, y də mənfidir. İkisi də, amma x y-dən də kiçikdir. Məsələn, tutaq ki, x-a mənfi 3, y-ə mənfi 2 vermək olardı. Çünki mənfi 3, mənfi 2-dən də kiçikdir. İndi ikisinin də yerinə mənfi qoysam, bu da mənfi, bu da mənfidir. 2 dənə mənfi ədədin cəmi də mənfi eləyir. Deməli, modulun içi mənfidirsə, moduldan çıxardarkən bunun qarşısına bir dənə mənfi yazırıq. Olur mənfi 2x minus 5 ilə. Burada isə məntiqlə düşün. Tutaq ki, x-a mənfi 3 verirəm, y-ə mənfi 2 verirəm. Gör cavabı neyini eləyəcək? Mənfi eləyəcək, yoxsa müsbət eləyəcək? X-a mənfi 3 verəndə, 4-ü mənfi 3-ə vuranda mənfi 12 çıx, mənfi mənfiyə dəyər plus 2. Yəni, bu da mənfi eləyir. Yekun ifadə mənfidir. Modulun içi. Onda, uşaqlar, onda deməli, bu mənfidirsə, moduldan çıxardarkən qabağına bir dənə də mənfi atırıq, gəlib buradakı mənfiyə dəyər plus olur. Onda, deməli, oldu 4x çıx 2x, 2x çıx 6y. 2x çıx 6y. Bu vuruqlara ayırmadır. Bunu müxtəlif yollarla vuruqlara ayıra bilərik. Bunu biz demişdik ki, ya parçalamaqla vuruqlara ayıracaqsınız, ya türk üsulu ilə vuruqlara ayıracaqsınız. İkisini də göstərim sizə. Uşaqlar, parçalamaqla necə vuruqlara ayırmaq olar? 12-ni parçalamaq olar necə? Deməli, bu 8x kvadrat, bu 8-dir. Tez düşünək. Tutaq ki, parçalamaq düşünməlisən də, düşünməlisən ki, 10 və 2, 16, 4. Aha, 16, 4. Bax, belə yazıram. 4x çıx 16x kimi yazıram. Çünki 4x-dən 16x çıxanda mənfi 12 eləyir. Bu ikisindən 4x çıxsa qaldı 2x plus 1. Bu ikisindən də mənfi 8 çıxdı, qaldı 2x plus 1. 2x plus 1 çıxdı, yerdə qaldı 4x çıx 8. 2x plus 1, 4x çıx 8. Hə, indi bir dəqiqə.
Bir dəqiqə. 4x çıx 8. Niyə cavablarda bu yoxdur? Mən nəyisə səhv eləmişəm. 8x kvadrat plus 4x çıx 16x çıx 8. Buradan biz ortaq çıxardırıq 4x çıx 8. 2x plus 1 çıxdı 4x çıx 8. Prosta burada cavablar niyə yoxdur? Mən nəyi görmürəm burada? Türk üsulu ilə də yazsam 8x kvadrat çıx 12x çıx 8. Türk üsulu ilə də yazanda bunu məsələn yazma olar 4x 2x yazma olar da 4x 2x-a vuranda 8x kvadrat. Eləcə də 8x-i da x-a vuranda 8x kvadrat. Bu da bunu da yazma olar 8 1 kimi də yazma olar və hətta başqa cürə düşünmək olar. Məsələn mənfi 8 1. Sadəcə türk üsulunun əsas qaydası budur ki, bunları çarpaz vurub belə çarpaz vurub toplayanda bunu verməlidir. Bu mənfi 12x və həqiqətən də bax da 4x-i 1-ə vurdum 4x. 2x-i mənfi 8 mənfi 16x. 4x-dən mənfi 16x mənfi 12x eləyir. Onda nə oldu? Onda deməli oldu 4x çıx 8 düz yazmışam da. Sonra da yəni qarşı-qarşıya götürürsən. Bu da belə 2x plus 1. Prosta cavablarda bu yoxdur. Cavablarda bu yoxdur. Deməli səhv gedib belə çıxır. Yoxsa başqa cür belə düşünə bilərik. Başqa cür belə düşünə bilərik. Buradan məsələn 2-ni çıxartsam, onsuz da eyni şey gəlir də. Buradan 4-ü daha çıxart. 4-ü çıxardanda qalır. 4 yazılmayıb daha doğrusu. 4-ü çıxardanda bu olur x minus 2. 2x plus 1. Prosta 2x plus 1 yoxdur burada. Səhvlik var burada. Mən nəysə səhv görürəm ki. Səhvlik var. Vurub açanda da, yəni bunu verən, bu vurub açanda da bunu verən burada x-i 8x-a vuranda 8x kvadrat, x-i 4-ə vuranda 4x, 16x minus 8. 8x plus 4. Bir dəqiqə, bunu da vurub açanda bunu vermir. 2x-ə 4x-ə vuranda 8x kvadrat, minus 16x plus minus 12x minus 8. Cavab da burada bu çıxır. Sadəcə niyə bu səhv verir? 4-ü çıxardanda. Yəni x-i 8x-ə vuranda burada nə olur? 8x kvadrat. X-i 4-ə vuranda 4x. Mənfi 2-ni 8-ə mənfi 16x minus 8. Bu da verir də cavabı 8x kvadrat minus 12x minus 8. Sadəcə biz bunu niyə görmürük? Üzr istəyirəm. Məsələdə çaşdırıcılıq nədir? Çaşdırıcılıq nədir? Bunlar bilsən nə ediblər? Buradan 4-ü çıxardıblar. Bu x minus 2 eləyir. Sonra 4-ü buradan çıxardandan sonra bu 4-ü buna vurublar. Çaşdırmaq üçün. Bu 4-ü buna vurublar. Bu eləyib 8x plus 4. Bu da qalıb x minus 2. Başa düşdünüz? Yəni bu doğru deyə. Sadəcə burada çaşdırıcılıq budur ki, 4-ü buradan çıxardıb buna vurublar 4-ü. Cavab Y variantı. Qəşəng sual. 2 sualdan başa saldım. Bu sualda da uşaqlar deyir ki, bax əzizlər, kvadrat həmişə necədir? Kvadrat həmişə müsbətdir. Modul həmişə müsbətdir. 2 dənə müsbət ədədin cəmi o vaxt 0 olur ki, onları ayrı axda 0-a bərabər edirik. Yəni bunu da 0-a bərabər etməliyik, bunu da 0-a bərabər etməliyik. Onda buradan M4 oldu. M-ə də 4 verəndə N də oldu mənfi 12. Cəmləri də mənfi 8 edir. Bir də deyir, bunu standart şəkildə göstər. Bunu birinci belə yazıram. 725 vurulsun. 1, 2, 3, 4, 5. 10 üstü 5. Yəni bunu birinci belə yazdım mən. 725 vur 10 üstü 5. 5 dənə 0 var idi. Biz bilirik ki, standart şəkildə olması üçün bu şəkildə olmalıdır və burada A-ya deyirlər qiymətli hissə. Qiymətli hissə 1 ilə 10 arasında olmalıdır. Və burada R tərtibdir. İndi bu 725 1-10 arasına düşmədiyinə görə bu 7 tam olmalıdır da. Yəni 7 tam olmalıdır ki, 1-10 arasına düşsün. Bunu 100-ə bölmək lazımdır. Təbii ki, 100-ə böldüyümə görə 100-ə vuraram da. 100-ə böləndə 7 tam %25 eləyir. 100-ə də vuranda onun kvadratını 10 üstü 5-ə vuranda 10 üstü 7. Oldu 7 tam %25 vur 10 üstü 7. D variantı. Əla bir üçbucaq sualı.
Ondan qabaq bu var. Deməli, uşaqlar, bu da buraxılış tipində olan bir sualdır. Burada da, yəni sürətdə 49-un kvartı çıx 9-un kvartı 49 çıx 9. 49 plus 9. 40 vur 12. Bu da 75 çıx 5. 75 plus 5. Onda 49-dan 9 çıxanda 40. 58. Bu 40 vur 58-dir, bu 40 vur 12-dir. 40-ı çıxartsam, qalacaq 58 plus 12. Bu da 75-dən 5 çıxanda 70. 75-in üstə 5 gələndə 80. Əzizlər, 58-in üstə 12 gələndə 70 eləyir. 70-dən 70 getdi. 40-la da 80 gedir 2-də 1. Yəni 0,5, 2-də 1 qalır. Və gəlirik nəhayət möhtəşəm bir üçbucaq sualına. Uşaqlar, çox əla bir üçbucaq sualıdır. Deməli, burada 2 tənbölən var. 2 tənbölənin xassəsindən istifadə edəcəyik. Burada elə bil həm D tənböləndə, həm B-yə. Əvvəlcə, böyük ABC üçbucağında CD tənbölənindən istifadə edirik. CD tənböləninə görə bu 18, bu 3-dürsə, yəni 18-in 3-ə nisbəti. Deməli, onda belə çıxır ki, yəni bu 18-in 3-ə nisbəti bərabər olmalıdır CB-nin də BD-yə nisbəti. Onda belə çıxır ki, bu nisbət 6-dırsa, onda mən bura 6Y deyə bilərəm də. Çünki tənböləndə nisbətlər bərabər olmalıdır. Yəni, bu, belə tənbölən bu cür gedibsə, belə 18-in 3-ə nisbəti 6-dırsa, 6Y-in də Y-ə nisbəti 6-dır. İndi isə, burada DBC üçbucağında BY tənböləninə görə Y-in X-a nisbəti bərabərdir 6Y-in 6-ya nisbəti. Yəni, bunun buna, bunun buna. Tənbölən belədir. Tənbölən budursa, bunun buna, bunun buna. Y-lər getdi, 6-lar getdi, X bərabər 1 oldu. X-i tapdıyır, 1 oldu. Məsələ bitdi. Deməli, uşaqlar, burada deyir ifadəsi M-in neçə natural qiymətində ifadəsinin qiyməti naturaldır. 1 bölürəm, M kvadrat bölüm, 7M bölüm, 18 bölüm. 1 bölürəm. Onda M kvadratı M-ə böləndə M, 18, 7 edir bu, 18 bölüm. İndi sənə də deyir ki, burada M-in neçə natural qiymətində ifadənin də qiyməti natural. Burada M-ə 18-in bölündüyü ədədlər 18 1-ə bölünür, 2-yə bölünür, 3 bölünür, 6-ya bölünür, 9-a bölünür, 18-ə bölünür. Yəni 18-in bölündüyü ədədlər bunlardır. Amma bir dənə ehtiyatlı ol. Ehtiyatlı ol ki, gətirib burada M-in yerinə 1 qoyanda alınan bütöv ifadə də natural olmalıdır. 1 qoyanda problem olmur. 18, 19 sıx 7 müsbətdir. 2 qoyanda problem yoxdur. 3 qoyanda problem yoxdur. 6 qoyanda problem yoxdur. Hamısında ödəyir də. 3 qoyanda da ödəyir. 6 qoyanda da ödəyir. 9 qoyanda da ödəyir. 6 dənə qiymət. Yəni, hamısında ödəyir. Naturaldır. Sonra burada yazıb ki, bizə cəmi 44 olan 2 ədəddən, tutaq ki, 2 dənə ədəddir, cəmi 44-dür. Deyir, birinin 0,3 hissəsi, digərinin 0,8 hissəsinə bərabər. Yəni, birinin 0,3 hissəsi, A-nın 0,3 hissəsi 0,3A, digərinin 0,8 hissəsinə bərabərdir. Onda burada 10-a vursam, 3A bərabər 8B, hər tərəfi 10-a vurdum. Onda beləncə yazılanda da A-nı 8-ə uyğun olaraq 8K, B-ni də 3-ə uyğun olaraq 3K. Onda burada A 8K, B 3K. Elədi 11K bərabər 44, K da bərabərdir 4. Onda K 4-dürsə 32, 12. Bu ədədlərdən böyüyün tap 32. Burada da uşaqlar, bax belə suallarda düşür. Buraxılışda bir dənə buna bənzər sual düşür. 0,4-də 6, 9-da 6 deməkdir. Yəni 9-da 6-da 3-də 2 eləyir, ixtisar gedir. Bu da 0,2, 10-da 2, 5-də 1 deməkdir. 1-dən də 15-də 1 çıxanda 15-də 14 eləyir. Bu da 15-də 5, 2-nin 10, çıx 3, 15-də 7-ni də 15-də 14-də böləndə 15-lər getdi, qaldı 14-də 7, o da 2-də 1.
Belə hesablama sualları da düşür, yəni bir dənə gələcək buraxılışda. Deməli, uşaqlar, bu da maraqlı sualdır. Yazıb ki, uzunluğu 174 olan taxta parçası 4 ilə düz, 2-3 ilə tərs mütənasib. 4 ilə düz mütənasibdirsə 4x, 2 ilə 3 ilə tərs mütənasibdirsə 2x, 3x. Yəni düz mütənasibdirsə 4x, tərs mütənasibdirsə 2x. Onda bunun da ortaq məxrəci 6-da. 6-nı bu məxrəci 1-dir də. 6 4-ün 24x plus 6-nı 2-yə böləndə 3x, 6-nı 3-ə böləndə 2x. Onda bu da eləyir 24, 29x bölünsün 6 bərabər 174. Şöyle 174 29'a ixtisar gedir. 6 dəfə düşür də, çünki 6 9 54 6 12 7 bəli. O da x eləyir 36. İndi x 36-dırsa, gətirib x-i yenə 36 qoyanda 4'ü 36'ya vuranda bu 144. 2'də 1'i 36'ya vuranda 18. 3'də 1'i də 36'ya vuranda 12. Ən kiçik hissə 12'dir. Çünki ən kiçik hissəni istəyir. Uşaqlar, bu sualı 2 yolla başa salacağım. Deyir, düzbucaqlığın uzunluğunu 20% aldıb, enini 20% artı sahə necə dəyişər? Bəziləri buna dəyişməz yazıb, hə? Olmaz. Uşaqlar, bunun asan yolu nədir? Asan yolu budur. Azaldıb desə 100-dən çıxırsan. Demir 20% azaldıb. 100-dən 20 çıxdım 80. Demir 20% artırıb 120. Hasili 100'ə bölsən. Yəni artırıbsa 100'ün üstündən, azaldıbsa 100'dən çıxıram, hasili 100'ə bölürəm. 96. Deməli, normalda 100% almalıdır. 96% isə 4% azalar. Bunu başqa yolla necə edəcəksən? Ədəd qoyaraq da edə bilirsən, ədəd qoymadan da edə bilirsən. Tutaq ki, düzbucaqlının tərəfləri A ilə B-dir. Onda bunun sahəsi nə olacaq? AB. İlk qiymət həmişə 100%-dir. İlk qiymət həmişə 100%-dir. İndi sənə məsələn deyir, uzunluğu 20% azaldıq. Uzunluğu 20% azaldırsa, olur 0,8. Çünki 20% azaltdı, 100-dən getdi. Enin 20% artırıbsa 120%. Artıranda 120'nin üstünə gəldim, azalanda 100'dən çıxdım. Bunu da hasili eləyir 0,96 AB. Bəs bu neçə faizdir? X faizdir. Sonra çarpaz vuranda x bərabər 96 edir. Əvvəl 100 idi, indi 94 azaldı. Yəni daha geniş həlli də budur. Uşaqlar, bu da üçbucaq, çox gözəl, sadə bir üçbucaq sualıdır. Bərabər tərəfli olduğuna görə 60'dır bütün bucaqları. Bu da 60'dır. Bunun burası 90'sə, deməli burası da 90'dır. Onda bura nə qaldı? 30 qaldı. Uşaqlar, əgər 60'ın qabağı 7, 60'ın qabağı 10 kök 3'dürsə, 30'un qabağı nədir? 10'dur da. Çünki 60'ın qarşısı 30'un qarşısının kök 3'müsü. Hətta burada AD-ni də tapa bilərik. AD 20'dir. Çünki 30 cəzəbcə qarşısının katipetozun yarısı. Bizdən x-i soruşurdu, 10 oldu. Sonra, burada uzatmalardan istifadə edəcəyik. Uşaqlar, elə bunu uzatsan, bax bu FG-ni uzatsaq cavab çıxır. Bax, bunu belə uzadırıq, cavab çıxır. Burada bir T deyək. Çünki birincisi bu 40'dır. Bu da 40'dır. Niyə görə? AB CD-yə paraleldir. Z qaydası. Daxili çarpaz. Sonra mən bunu belə uzatdım deyənə, bu BS ilə də bu YF paraleldir burada. Onda uyğun bucaqlar bu 40'dırsa bu da 40'dır. Onda bu 40, bu 30, bu 70. Çünki bu üç bucağın, bu FTD, üç bucağın xarici bucağı özünə qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. 70. Və yaxud da 40 ilə 30, 70 isə bura 110'dur. Burada 110'dursa 180'dan 110 çıxanda 70. O qayda ilə gedib tapa bilərsiniz. Sonra, növbəti üç bucaq sualıdır. Bu sualda, belə deyək ki, qəşəng sualdır. Burada nə edəcəyik? Üç bucağı özüm çəkirəm burada. Deməli uşaqlar, ümumiyyətlə, buranı 11 veriblər, buranı veriblər 14, bunda 25 veriblər. Uşaqlar, deyir, bərabər yanlı üç bucaqda yan tərəflər bunu verib, x-i də. Bərabər yanlı üç bucaqda hündürlük çox önəmlidir. Hündürlük çəkirsən ki,
Çünki bax, mən buradan bir dənə hündürlük endirirəm. Bərabər yanlı üçbucaqda hündürlük həm də tənbölən, həm də median. Yəni, bura artıq oldu 7, 7. Çünki ABC bərabər yanlı üçbucağı idi. Ona görə təpədən hündürlük çəkdim. Onda avtomatik bu 25, bu 7 isə burada 24 olur da Pifagora. 25-in kvadratı 625-dən 49 çıxanda bu da eləyir 576, o da 24-ün kvadratı. İndi isə buradakı üçbucaqdan, yəni mən BHC üçbucağından istifadə elədim Pifagordan, 25-in kvadratından 7-nin kvadratından 24. İndi isə BHD üçbucağında üçbucağında Pifagora görə bu 24-dür, bu da 7-dən 11-ə 18-dir. Yəni 7 ilə 11 18-dir. 24-ün kvadratı, yəni bu yenə deyirəm BHD. 24-ün kvadratı 576, 18-in 324, bu da 900 elədiyinə görə 30-un kvadratıdır. 30-un kvadratı 900. Deməli bu BHD üçbucağının 30. Bunun da cavabı 30-dur. Uşaq 76-cı sualda yazıb ki, M-in hansı qiymətində çoxhədlərin dərəcələri bərabər olar? Fikir ver. Aşağıdakı çoxhədlinin dərəcəsi neçədir? Bu 30, bu 25. Çoxhədlər dərəcə böyüyünü götürmürdük. Deməli, aşağıdakı çoxhədlinin dərəcəsi 30. Onda əgər bunların dərəcələri bərabərdirsə, deməli, aşağının dərəcəsi 30-sa, deməli, yuxarının da dərəcəsi 30 olmalıdır. 7 ilə 14, 21, bu olmadı. 6 ilə 18 olmadı. Deməli, bu 30 olmalıdır. Yəni, əgər aşağı ilə bərabər olmağını istəyiriksə, aşağı 30-sa, yuxarıda 30 olmalıdır. Deməli, onda 12 ilə nəyi toplayanda 30 edir? 18-i toplayanda. Yəni, 12 ilə 18-i toplayanda 30. M 18-dir. Cavab 18. Uşaq 77-ci sualda deyir A və B natural ədədləri üçün bu ifadənin ən kiçik qiymət aldığını bilərək bu ifadənin ən böyük qiymətini tapın. Əzizlər, modulun ən kiçik aldığını bilərək, deyir ki, modulun ən kiçik aldığını bilərək. Modul ən kiçik nə vaxt olur? Modul o vaxt olur ən kiçik 0 olanda. Modul çünki həmişə müsbətdir də, yəni ən kiçik 0-dır. Deməli, onda bu başqa 2A bərabər oldu 7B. Yəni, bunu 0-a bərabərlədim, keçirdim bu yana. İndi qulaq as. Normalda belə olanda da A 7K'dır, B 2K'dır. İndi uşaqlar, bizə lazımdır ki, burada 45 böl A plus B ifadəsi ən böyük olsun. Bu bir kəsirdir. Kəsirin ən böyük olması üçün məxrəc olmalıdır ən kiçik. Məxrəc kiçikdirsə, deməli A da B də kiçik olmalıdır. Ona K'ya 1 verəcəm. K'ya 1 verəndə A 7, B 2. O da oldu 45 bölünsün 7 ilə 2-nin cəmi 9, o da 5. Deməli, cavab 5. 78. Uşaqlar deyir ki, bu üç ədlisinin bir vuruğu budur. O birisi vuruğu da bilmirəm də. Deyir ki, M-i tap. Deməli, bizim belə bir qaydamız var idi ki, çoxhədlinin vuruğunu sıfıra çevirən qiymət çoxhədlinin özünü də sıfıra çevirir. Yəni, əgər bir çoxhədlinin 2 dənə vuruğa ayırıblarsa, həmin o vuruğu sıfıra çevirən qiymət bu çoxhədlidir. Bunu da sıfıra çevirəcək. Bunu sıfıra çevirən qiymət 2x bərabər 7, x də bərabər 7 bölü 2. Gətirib burada x-in yerinə 7 bölü 2 qoysam, 2 vurulsun. X-in yerinə 2-də 7 qoysam, kvartı 4-də 49. Çıx 2-də 7, çıx m bərabər 0. Bunu da sıfıra çevir. Aha, indi burada da 2 ilə 4 gedir, qalır 2. Bu da eləyir 2-də 49-dan 2-də 7 çıxanda 2-də 42. M-i də atdım o yana. Bu da 21 eləyir. Deməli 21 qiyməti. Yəni yadda saxla ki, bu çoxhədlidir, bu da onun vuruğudur. Vuruğu sıfıra çevirən qiymət deməli bu çoxhədlini də sıfıra çevirəcək. Vəssalam. Gəlirik ətraflı suallar. Qəşəng ətraflı suallar var. Yəni tam buraxılışa uyğun şəkildə deyərdim hazırlanıb suallar. Yəni qapalıları müəyyən qədər rahat, ətraflıları da məsələ tipində. Deyir, qabın 1/4 hissəsi su ilə doludur. Uşaqlar, bu qab olsun. Qabın ümumi tutumu x litr olsun.
X litr olsun. İndi qabın 4də 1-i su ilə doludursa, tutaq ki, bu 4də 1x su ilə doludur. Deyir, 45 litrdə əlavə etdikdən sonra, buna 45 də əlavə ediblər. 45 litr. Onda dolu hissə budur. Baba, bu hissə doludur. Yəni 4də 1x plus 45 oldu dolu. Onda bəs yaxşı. Onda bəs yaxşı. Boş hissə nə qədərdir? Bu boş. Təbii ki, ümumidən dolunu çıxsam, boşu tapacam. Ümumi x-dir. X-dan çıxsam dolunu, boşu tapacam. X-dan 4də 1 çıxanda 4də 3x, bir də mənfi-mənfidən minus 45. Deməli onda 4də 3x çıx 45, bu da nə oldu? Boş. İndi sənə deyir ki, doldurulmuş hissə ilə doldurulmamış hissə bir-birinə bərabər oldu. Bərabər oldusa bərabərləşdirək. 4də 3x çıx 45, 4də 1x plus 45. Bərabər oldu, bərabərləşdirək. 4də 3-dən 4də 1 çıxanda 4də 2x bərabərdir 90. Bu da 2də 1x bərabər 90, x də bərabərdir 180. X elədi 180. Burasının qab neçəli testi 180. Bax, əsl necə deyirlər? Buraxılış sualı, buraxılış ətraflısı. Bax, bu da ətraflılarda tez-tez buna bənzər sualda tez-tez düşür. Deyir ki, sinifdə hər stol arxasına 3 nəfər oturanda 2 nəfər ayaq üstə qalır, 4 nəfər oturanda 3 stol boş qalır, neçə şagird var. Gəlin belə eləyək. Stol sayı x olsun. Onda hər stol arxasında, hər parta arxası, stol partada 3 nəfər oturanda nə qədər adam oturmuş olur? 3x oturmuş olur. 2 nəfər də ayaq üstə qalırsa plus 2 yazıram. Çünki əsas odur ki, sinifdədir. 3x oturanlardır. 2 nəfər də ayaq üstədir. Əsas odur sinifdədir. Bu sinifin sayıdır. Sinif. Yəni, yadda saxlayın ki, hər stol arxasında 3 nəfər oturursa 3x. İndi deyir ki, şərti dəyişir. 4 nəfər oturduqda isə, yəni hər stol arxasında 4 nəfər oturanda isə 3 stol boş qalır. Hər stol arxasında 4 nəfər oturanda bu 4x-dir. Bir dənə stolda 4 nəfər oturursa, x stolda 4x oturur. İndi 3 stol boş qalıbsa da bura çıx 3 yazmayacaqsan. Çünki 3 nəfər boşda qalır demir ki. 3 nəfər yoxdur demir ki. 3 stol boş qalır. Yəni, hər stolda da neçə nəfər oturanda? Hər stolda 4 nəfər oturanda 3 stol boş qalır. Hər stolda 4 nəfər oturursa, deməli, 3 stolda boşdursa, deməli, 3 4-ün 12 nəfərin yeri boşdur. Yəni, minus 12. Bax, bu şəkildir. Onda, bu da sinifdir. Ona görə bir-birinə bərabər oldu. 12-ni atdım 2 ilə 14. X 14. Aha. İndi uşaqlar, burada səndən nə istəyir? Səndən cavab 14 olmayacağa tələsməyin. Stolların sayı 14-dür. Səndən sinifdəki şagirdlərin sayı bu. Ya da ki, bu. Eyni şey. Gətirib x-in yerinə 14 qoyanda 3-ü 14-ə vuran 42 üstə 2, 44. Cavab 44. Diqqətli olun burada. Sonra, bu da hissə hovuz məsələsinə aid qəşəng məsələ sualıdır. Deyir, arzu ilə əli müəyyən işi birlikdə 3 saata. Uşaqlar, arzu ilə əli birlikdə 3 saata eləyirlərsə, 1 saata nə qədərini eləyirlər? 3də 1-ini eləyir. Yəni, 3də 1 iş görürlər. Asiflə Vasif birlikdə 2 saata görürlərsə işi, 1 saata nə qədərini görürlər? 2də 1-i. Nicarla Leyla da 5 saata görürsə, birlikdə 1 saata 5də 1-ini görür. Gülnar da təklikdə hamısını 6 saata görürsə, 1 saata 6da 1-ini görür. Onda bunları toplayıram. Çünki yazıb ki, bütün uşaqlar birlikdə işləsələr. Birlikdə işlədiyinə görə hamısını topladım və bu yazdıqlarım 1 saatda gördüyü işdir. Bəs işin hamısı neçə dəqiqə yerinə? X-a vururam, bərabər oluram nəyə? 1-ə. Çünki iş bitdisə 1-ə bərabərdir. İndi buradan da ortaq məxrəc eləyəcək 30-da. 30-u 3-ə böləndə 10, 2-ə böləndə 15, 5-ə böləndə 6, 6-ya böləndə 5.
10, 15, 25, deməli 5, 36, 30'da 36x. Buradan da x bərabərdir 36'da 30. X tapdım. Bu da 6'ya böləndə 6'da 5. Bu saatdır. Amma səndən dəqiqəni istəyir. Dəqiqəni istəyirsə 60'a da vurursan. Bax, kim cavabda 6'da 5 yazıbsa səhv götürüləcək. Əslində misalı düz həll edib. Amma niyə səhv götürüləcək? Yəni yarı bal alacaq. Çünki neçə dəqiqəyə deyir yerinə yetirir. Dəqiqə dediyinə görə saatla yazıbsansa səhvdir də təbii ki. Səndən dəqiqə istəyir, dəqiqə 60'a vursan 50 dəqiqə yerinə yetirir. Yəni orada diqqətli olmaq lazımdır. Səndən nə istəyirsə onu yazmaq lazımdır. Sonra məsələn burada deyir ki, düzbucaqlı üçbucağın bir katetinin hipotenuza nisbəti 7 bölü. Bax, keçən illəri buraxılışın ətraflısına düşən buna bənzər sual idi, o düşmüşdü. Deyir düzbucaqlı üçbucağın. İndi mən bunu, əslində buna aid video çəkmişdim. Bir daha burada deyim ki sizə. Misal asaddır. Amma çox uşaq bundan yarı bal almışdı. Misal asan olsa da. Niyə görə yarı bal almışdı? Gəlin baxaq. Sonra tam necə bal almaq olar onu deyəcəm. Deyir ki, katetin hipotenuza nisbəti 7 bölü 25. Şagird də yazmışdı ki 7x 25x. Avtomatik burada 24x olur da. Çünki 25x'in kvartından 7x'in kvartını çıxanda 24x edir. Sonra da yazıb şagird perimetr toplayıb bunları. 25 ilə 24'ü toplayıb nə qədər edir? 49, o da 7. 9, 7, 56x bərabərdir 112. X də bərabər 2. Hipotenuzu tap. Hipotenuz da 25 vur 2 bərabər 50. Bax, keçən illəri bu sual düşmüşdü. Şagirdlərin hamısı da ətraflıda özdə düşmüşdü. Belə yazmışdı və düz də yazmışlar, amma hamısı yarı bal almışdı. Niyə? Axı, belə asan sualdan niyə görə 6 baldan 3 bal alasan, boş yeri 3 bal itirəsən? Çünki ətraflı yazmamışdılar. Bu hardan 24x gəldi çıxdı? Yazmalısan ki, Pifagora görə AC-nin kvadratı bərabərdir. BC-nin kvadratı çıx AB-nin kvadratı. Yəni 25x-in kvadratı çıx 7x-in kvadratı. O da bərabərdir 24x-in kvadratına. Oradan da AC bərabər 24x. Sonra da perimetri tap deyəndə yazmalısan 7x plus 25x plus 24x bərabərdir 112. Bundan sonra 56x bərabər 112, x də bərabər 2. Və sonra da deməlisən ki, burada BC hipotenuzdur və 50. Yəni geniş şəkildə. Bax, sınaqlar onun üçündür. Sınaqlar onun üçün. Bax, əksəriyyət şagird tanıyıram, savadlıdır. Bilir, bu sual nədir ki, onu şagird bilməyə? Amma ətraflı yaza bilmir, bal itirir. Elə hər ətraflıdan 3 bal itirəndə 20 bal çıxdı, getdi. Da nə oldu onda? Şagird 100%'li şagirddir, amma gəlir 80 bal, 70 bal. Bax, budur səbəbləri. Bax, sınaqlarda ona görə təşkil edilir ki, düzəldin onları indidən. Bax, yenə deyirəm, faktiki, real, keçən illəri düşən sualdır. Şagirdlər asan sualda hamınız bilirsiniz. Şagirdlər bunu yazıblar, amma saf cavab tapıblar. Yəni, yarım bal alıblar. Səbəbini də dedim sizə. Öyrənin səbəbin, da bir daha eləməyin bunu. Bu sual da çox gözəl sualdır. Xoşum gəldi bu sualdan. Qəşəng sualdır. Deməli, uşaqlar, P bərabərdir. Bax, P üçün K. K neçədir? P üçün K neçədir? P üçün. Birinci P-yə baxıram. K da bu birinci gələn K-dır. 3'dür. K 3'dür. K-nın yerində 3 yazıram. Bəs A neçə dənədir? M neçə dənədir? M ikinci gələndir. 4 dənədir M. A-nın üstə M yazırlar. B-nin üstə N yazırlar. Bunun da N-i 5'dir. 5'dir. Bu M-dir, bu N-dir. Hamısını yazdım. İndi Q üçün yazıram. Bunun K-sı neçədir? Bunun K-sı 4'dür. Bəs bunun M-i neçədir? 2'dir. N-i neçədir? 3'dür. İndi yazıb P vur Q kvadrat. P-ni vuracam Q-nun kvadratına. Bunu kvarta qaldıranda 4'ün kvadratı 16, 2 üçün 6, 3 üçün 6, onda
3 16-nın 48, A üstü 10, B üstü 11. Onda standart şəkildə yazdıq. Əmsal ilə dərəcəni cəmini tap. Əmsal 48-dir. Əmsal 48-dir. Dərəcə 10 ilə 11-in cəmi 21-dir. Onda bunların da cəmi eləyir 69. Hə? Bir dəqiqə. 21, 48. 69 eləyir də. Hə? Səhv eləmədim ki. 2-nün kvadratı, 4-ün kvadratı 16, 2-2-nin, hə, burada səhvim var. 2-ni 2-yə vuranda burada 4 yazmalıyım. 4. Onda A üstü 4, A üstü 8-dir bu. Bu da 19-dur. Dərəcə 19-dur. 19-dan 48-in cəmi 67. 67. Cavab 67-dir. Deməli uşaqlar, bu sualda isə deyir, Dəryanın riyaziyyat fənn olimpiyadasında cavablandırdığı 4 sualdan, yəni 4 sual cavablandırıb riyaziyyat fənn olimpiyadasında və ilk 3-ünə görə topladığı balların ədədi ortası 22-dir. 4-ünə görə topladığı balların ədədi 20. Tutaq ki, elə bil ki, bu birinci sualdan A bal alıb, A qədər bal alıb, ikinci sualdan B bal alıb, üçüncü sualdan C bal alıb, dördüncü sualdan D bal alıb. Yəni, bunun hər suala görə aldığı ballar bu ABCD olsun. İndi ilk üçünə görə topladığı balların ədədi, ilk üçü ABCD, yəni demək istəyir, bu ilk üçünə görə topladığı balların ədədi ortası 22-dir. Onda buradan da ABC bərabərdir. ABC-nin cəmi bərabərdir 3, 22-nin 66. Sonra yazıb ki, 4-ünə görə topladığı, yəni ABCD, bu isə 24. Onda belə çıxır ki, ABCD-nin cəmi də nəyə bərabərdir? 4-ü 24-ə vuranda 96. İndi ABC-nin cəmi 66 deyil. D nəyə bərabərdir? 96-dan 66 çıxanda 6-dan 6, 0, 9-dan 6, 3, 30. İndi 4-cü suala görə neçə bal almışdır? 4-cü sual D idi. 30 bal alır. Ədədi ortaya görə olan ətraflı sualdır. Bax, çox gözəl bir ətraflı sual. Bu sualda, bax, bu sualda ətraflıda buna bənzər düşmüşdü. Bundan əvvəlki də ətraflıda bir zamanlar düşmüşdü. Deyir, düzbucaqlı üçbucağın katetlərindən biri digərindən 7 sant böyük. Bax, biri dediyi var ha. Katetlərindən biri dediyi var ha. O biri dediyi bunu götürürəm. Bu katet digərindən 7 sant böyükdürsə, yəni bundan 7 sant, onda bu belə çıxır ki, bu x minus 7-dir. Çünki biri dediyi digər katetdən 7 sant deməli böyükdür deyənə, yəni bu böyükdür deyənə bu x minus 7. Sonra da o biri dediyi biri hipotenuzdan 2 sant kiçikdir. Bu x hipotenuzdan 2 sant kiçikdir. Hipotenuz x plus 2-dir. Çünki katet hipotenuzdan. Pifagora görə də x minus 7-nin kvadratı plus x-in kvadratı bərabər x plus 2-nin kvadratı. Düzdür, bunu şifahi tapmaq olar buradan x neçədir. Amma açılışı yazmaq gözəldir, ətraflı sualdır. X kvadrat plus. Onda bu x kvadratdan bu gelir. X kvadrat minus 18x plus 45. Onda x1 bərabərdir 3, x2 də bərabər 15. Çünki hasil 15-dir, hasil 45-dir, cəm 18-dir. Amma burada 3-ü götürə bilməzsən, çünki 3-ü götürsən tərəf mənfi olur, tərəf mənfi olanməz. 15, amma cavab 15 deyil. Çox uşaq bura qədər də gəlib, cavabı 15 yazıb. Əzizlər, səndən bax gör nə istəyir? Səndən istəyir ki, hipotenuzu tap. X 15-dirsə, hipotenuz 15-in üstə 2 gəndə, hipotenuz 17 edir. Cavab 17-dir burada. Bunu da ətraflı yazmalısan. Bunu da qeyd eləməlisən ki, məsələn, burada Pifagora görə, yəni bunu yazmalısan ki, Pifagora görə AB-nin kvadratı plus AC-nin kvadratı bərabər BC-nin kvadratı. Sonra bunu yazmalısan. Tələsmə. Bax, belə əziz şagirdlər. Əsl buraxılış imtahanı tipində idi. Çətin, asan suallar təşkil olunmuşdu. Və deməli, dediyim kimi PDF-lər Telegram qrupunda var. Mütləq baxa bilərsiniz, qoşula bilərsiniz. Dediyim kimi, çoxluca sınaq işləmək istəyənlər sınaqlar qrupumuza, eləcə də dərs qruplarımıza qoşula bilərsiniz. Sağ olun, salamat qalın. Kanala abunə olub və yazmağı unutmayın.